Suala nəzər salın. Əsas mətnə və çərçivə verilmiş nümunəyə əsasən müqayisə cədvəlini doldurun. Deməli, burada bilirik ki, 11-ci sinifə düşmüş mətnlərdə əsasən ya publisistik üslubda olan mətnlər verilir, ya da bədii üslubda olan mətnlər verilir. Bilirik ki, bədii əsərlərində üst təzahür dili var ki, bu təzahür dillərindən biri də nəzm dilidir. Burada isə şeir nəzm formasında verilir. Qaranlıq gecədə səni gözləyib, durmaqdan yoruldum ey dan ulduzu. Uzaq üfüqlərə göz yazdırmaqdan az qala kör oldum ey dan ulduzu. Deməli, burada əsas mətn publisistik üslubda olduğunu nəzərə alsaq, çərçivə daxilindəki mətn isə hansı üslubdadır? Bədii üslubda. Deməli, əsas mətnin üslubu xüsusiyyətlərini götürdüyümüz zaman publisistik üslubu əsas üslub kimi, yəni əsas mətnin üslubu kimi götürürük. Bu zaman publisistik üsluba əsas 2 dənə xüsusiyyət yazmalıyıq ki, bu birinci xüsusiyyət hansıdır? Mətbuatda formalaşması. Çünki publisistik üslubda olan mətnlər əsasən mətbuatda formalaşır. İkincisinə yaza bilərsiniz, dəqiqlik və konkretlik var və ya sözün daha çox informativ funksiyasından istifadə olunur. Sonra yaza bilərsiniz, 2 forması var, şifahi formada və yazılı formadadır və s. Çərçivə daxilindəki mətn dedik hansı üslubdadır? Bədii üslubda. Deməli, bədii üslubun xüsusiyyətləri hansılardır? Əsasən məcaziliyin aparıcı rol oynaması, sözün poetik funksiyasından geniş istifadə, bədii təsvir və ifadə vasitələrindən geniş istifadə, emosionallıq, obrazlılıq və s. Hərəsinə aid 2 dənə nümunə yazsaz, yəni üslubu cəhəti yazsaz kifayətdir. Ortaq səhətlər hansılardır? Bütün üslubların ortaq səhətlərinə adətən, məsələn, yaza bilərsiniz ki, 1 funksional üslublara aiddir, 2 ədəbi dilin normalarına tabe olur. Deməli, bu, bütün üslubların ortaq səhəti kimi verilən əlamətlərdən biri sayıla bilər. Yəqin ki, videom hər kəs üçün yararlı oldu. Yeni videolardan görüşənə qədər.